Sovet İttifaqının avtomobil sənayesi hər zaman iqtisadi cəhətdən inkişaf etmiş, kapitalist ölkələrin avtomobil istehsalçılarına nisbətən bir qədər geri qalırdı. Çox vaxt Sovet mühəndisləri xarici avtomobillərin prototiplərini əsas götürərək yeni modellər istehsal edirdilər. Lakin buna baxmayaraq bəzi hallarda texniki və dizayn səhvləri üzündən avtomobillər çox uğursuz olmuş və müxtəlif çatışmazlıqlar səbəbindən gözlənilən nəticəni verməmişdi. Avtomobillər həm xarici görkəm baxımından, həm də texniki tərəfdən uğursuz olmuş, bəzənsə daha böyük problemlərə yol açmışdı. Buna baxmayaraq bəzi avtomobillər onların dizaynına və texniki xüsusiyyətlərinə baxmayaraq Sovet dövründə 10 illər boyu kütləvi istehsal olunurdu və bu özlüyündə böyük bir təəccüb doğurur. Bu modellər arasında çox nadir hallarda görəcəyimiz avtomobillər də var. İndi isə Sovet dövrünün 5 nadir avtomobilinə nəzər salaq. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. Başlayaq. S3D S3D 1970-1997-ci illər arasında Serpuxov Motograz zavodunda istehsal edilmiş, fiziki məhdudiyyətləri olan şəxslər üçün nəzərdə tutulmuş 2 yerlik avtomobildir. Xalq arasında bu avtomobil invalid adı ilə tanınırdı. İkinci Dünya müharibəsindən sonra 50-lərin sayı çox olduğu üçün bu cür avtomobillərə böyük ehtiyac var idi. Lakin bu avtomobillərin istehsalı çox məhdud sayda idi və onlar adətən sosial təminat qurumlarına təhvil verilirdi. Hansı ki bu qurumlar avtomobilləri istifadəçilərə təyin edirdi. S3D-nin ölçüləri çox kiçik idi. Çəkisi isə yalnız 500 kiloqram idi. Bu onu nəqliyyat vasitəsi kimi deyil, daha çox bir növ işgəncə aləti kimi göstərirdi. Avtomobilin mühərriki çox zəif idi. 14 at gücündə olan iş motosikletindən götürülmüş mühərrik yalnız 50 km/saat sürətini yığırdı. Avtomobilin içərisi də çox sadə idi və komfort səviyyəsi çox aşağı idi. Salonda istilik sistemi işləmirdi və mühərrikin işə düşməsi qış aylarında çətinləşirdi. 27 il ərzində cəmi 200 min nüsxə istehsal olunmuşdu. Bu da Sovet İttifaqı kimi bir ölkə üçün çox az bir saydı. Ona görə də invalidka çox nadir və çətin əldə edilən avtomobil sayılırdı. Hətta bəzi insanlar ölümlərinə qədər öz növbələrini gözləyirdilər. Qaz 69 Qaz 69 Sovetlərdə kənd yerlərində istifadə olunan məşhur bir avtomobildir. Xalq arasında bu maşına kərpic də deyilirdi. Kənddə və çətin şəraitdə istifadəsi nəzərdə tutulan bu avtomobil xüsusilə kənd yollarında geniş istifadə olunurdu. Lakin dizaynı komfortlu değildi. Avtomobilin büzməli damı və yan tərəfdə qoruyucu örtükləri soyuq havada yetərli olmurdu. Qaz 69-un mühərriki çox zəif idi, 55 at gücü və bu avtomobilin maksimum sürətinin 75-80 km/saata çatmasına imkan verirdi. Bununla yanaşı kənd yollarında bu sürət kifayət edirdi. Amma soyuq havada və çətin iqlim şəraitində maşının işləməsi çox çətin olurdu. Çox vaxt mühərrik işə düşmədikdə sürücülər pərişan vəziyyətlərdə xüsusi metodlardan istifadə edərək maşını işə salmağa çalışırdılar. Soyuq havada sürücülər valing geyərək işləməli idilər. Çünki maşın soyuqdan çox tez donurdu. Kaz 608 Kutaisi avtomobil zavodunda istehsal olunan bu təkərli yük maşını öz zəif mühərrik gücü və tez-tez nasazlıqları ilə tanınırdı. Bu avtomobili çox vaxt təmirə ehtiyac duyurdu. Mühərriklər tez-tez qızır və maşının hissələri zəif idi. Eyni zamanda bu yük maşını çox vaxt uzun məsafələrə səyahət etmək üçün uyğun deyildi. Kaz 609-un komfortu çox aşağı idi. Sürücünün oturacağı rahatlıqdan məhrum idi. İdarə etmə sistemi isə çox sadə idi. Bu yük maşını xüsusilə dağlıq ərazilərdə və ağır şəraitdə istifadə üçün uyğun deyildi. Tez-tez təmirə ehtiyac duyan bu maşınlar öz dövrünün bir çox digər avtomobilləri kimi çox çətin istifadə olunurdu. ZAZ 968 ZAZ 968 1971-1994-cü illər arasında istehsal edilən, çox tanınan və sevilən kiçik avtomobillərdən biridir. Bu avtomobil Sovet İttifaqında geniş yayılmışdı və çox ucuz olması ilə diqqət çəkirdi. Mühərrikin gücü 40-45 at gücü idi. Bu da avtomobilin uzun məsafələrə səyahət etməsi üçün yetərli deyildi. ZAZ 968-in salonda rahatlığı çox aşağı idi. Xüsusilə yazda avtomobilin içi çox qızır, qışda isə isitmə sistemi zəif olurdu. Maşın içi dar və rahat değildi. Amma buna baxmayaraq ZAZ 968 böyük populyarlıq qazanmışdı. Çünki Sovet İttifaqında avtomobilə sahib olmaq böyük bir lüks sayılırdı. Yeraz 768 Riga Avtomobil Zavodunun mühəndisləri tərəfindən hazırlanan və İrəvanda istehsal edilən Yeraz 762 2 yerlik mikroavtobus idi. Bu modelin istehsalına başlamazdan əvvəl avtomobil artıq köhnəlmiş sayılırdı. Lakin yuxarıdan gələn qərarla zavod bu avtomobilin istehsalını davam etdirməyə qərar vermişdi. Avtomobilin texniki problemləri, qeyri-kafi keyfiyyətli detallar, komfortsuz dizaynı, istifadədə olan digər çatışmazlıqları buna səbəb oldu ki, bu mikroavtobus mükəmməl nəqliyyat vasitəsi kimi təqdim edilməsə də, hələ də Sovet İttifaqında uzun müddət istehsal edildi. Salondakı yerlərin sıx olması,
oturacaqların düz və rahat olmaması, motorun daim qızması və tez-tez nasazlıq verməsi bu avtomobili sürücülər üçün böyük çətinliklərə gətirib çıxarırdı. Sovet dövründə avtomobil istehsalı müasir dövrlə müqayisədə texnoloji və dizayn baxımından geri qalırdı. Lakin Sovet vətəndaşları üçün şəxsi avtomobilə sahib olmaq böyük bir lüks idi və Sovet dövründə bu cür avtomobillər Sovet həyatının ayrılmaz hissəsi olmuşdu. Hər bir model öz dövrünün xüsusiyyətlərini və çatışmazlıqlarını daşıyırdı. Bu avtomobillər sadəlik, sərfəli qiymətlər, həm də Sovet İttifaqının iqtisadi durumunun müəyyən göstəriciləri olaraq tarixə keçib. Bu videoda Sovet İttifaqının bir qism avtomobillərini təqdim etdik. Videomuzu bəyənmisinizsə kanalımıza abunə olun və bizə fikirlərinizi yazın. İzlədiyiniz üçün təşəkkürlər.